Əziz dinləyicilər, Dost Sinema rubrikasına keçid aldıq. Burada, bu rubrikamızda biz müxtəlif peşə sahiblərini qonaq edirik. Bu dəfə isə Qız Qalası filmindən audio səhnəni dinlədiniz. Artıq yəqin ki, anlaşıldığı qədər qonağımız rejissor Mehdi Ağayevdir. Yaxın dəqiqələrdə Mehdi bəylə söhbətimiz olacaq. Mehdi Ağayev ötən il dekabrın 28-də Azərbaycan Kino Akademiyasının ən yaxşı qısa metrajlı film nominasiyası üzrə Qızıl Pəri mükafatına layiq görülüb. Mehdi bəy, xoş gəldiniz. Xoş gördük, çox sağ olun dəvətinizə görə. Öncə mən sizi keçən bayram münasibətilə, bayramlar münasibətilə təbrik edirəm. Qarşılıqlıdır, mən də sizi təbrik edirəm. Güman edək ki, bu yeni il hər birimiz üçün düşərli olsun. Gəlin biraz, indi biz sizi tanıyırıq, o öz yerində, amma gəlin biraz dinləyicilərimizə özünüz barədə danışaq, biraz məlumat verək. Mehdi Ağayev, 85-ci il təvəllüdlü, Xərçəng Gürcündən, əgər maraqlıdırsa. Rejissor, ssenarist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu, ondan sonra Moskvada Aleksandr Mittanın tələbəsi, rejissorluq üzrə. Qız Qalası filminin ssenaristi və rejissoru və bir sıra reklam və marketinq sahəsində layihələrin müəllifi. Kinoya sevgi hardan gəlir? Kinoya sevgi məncə bizim dövrdə, ələxsus bizim dövrün, belə deyim, insanların da ələxsus o vaxtı entertainment tək kino idi deyə, ona görə mənim həmyaşıdlarım, bizim nəsildə hamımızda kinoya sevgi var. Sadəcə kinoya baxmaq yox, həm də kinonu yaratmaq sevgisi, yəqin ki, uşaqlıqdan, o vaxtı baxdığımız filmlərdən, oradan ilhamlandığımız ssenarilərdən, baş qəhrəmanlardan gəlir və özünün də təbii ki, içində olan bir yaradıcılıq həvəsindən gəlir. Qız Qalası layihəsindən danışaq. Niyə məhz Qız Qalası? Qız Qalası simvol olaraq ümumiyyətlə Bakımızın və deyərdim ki, Azərbaycanımızın belə deyim, ən görkəmli, ən baxılan, həm tanınan simvollarından biridir və onun ətrafında çoxlu sayda mif var. Fərqli, belə deyim, mənbələrdən fərqli miflər var və indiyə qədər də bildiyim qədərilə tam axıra qədər təsdiqlənmiş bir mif yoxdur. Biz sadəcə olaraq oradan ən, belə deyim, tanınmışı o şah və onun qızı haqqında olan mifi götürüb indiki dövrə, belə deyim, interpretasiya elədik ki, bəs indiki dövrdə o vaxtı insanların, belə deyim, seçimi yox idi. Seçimi olmadığına görə özünü Qız Qalasından ata bilirdi. İndiki dövrün insanlarında isə seçim var. Lakin ona baxmayaraq niyəsə görə insanlar fərqli seçimlər eləyirlər. Bəzən səhv seçimlər eləyirlər, bəzən elə seçimlər eləyirlər ki, sonra peşman olurlar. Yəni, söhbət şəxsi münasibətdən gedir. Və bildiyiniz kimi istənilən cəmiyyətin, belə deyim, bərk sütunlarından biri sağlam ailə, sağlam münasibətlərdir. Ona görə bu mövzuya əl atdıq və Qız Qalasının vasitəsilə bunu indiki cəmiyyətə, müasir gəncliyimizə çatdırmaq istədik. Gəlin biraz filmin yaranma prosesindən danışaq. Danışaq. Filmin ideyası əslində 2018-ci ildə yaranmışdı. Adətən mənim yazdıqlarım ssenarilərin arasında melodram yoxdur. Mən ümumiyyətlə melodram yazmıram. Amma müəyyən bir danışıqlardan sonra fikirləşdik ki, daha bir rahat, indiki art house adlandırılan ağır, çətin mövzulardan kənara çəkilib, hər bir insanın başa düşəcəyi dildə və kinonun, belə deyim, stokuna qayıdıb entertainment kimi göstərəcək bir melodram şəkilli bir film eləyək ki, hansında ki, güclü mesaj var və hər bir adam özünü orada tapa bilər. O yüzden sırf bu mövzuya əl atdıq və başladı yazılmağa 2018-də. Əvvəlcə tam metrajlı film kimi nəzərdə tutulmuşdu. Tam metrajlı film kimi ssenari hazırdır və hətta indi də, məsələn, kommentlərdə insanlar yazırdılar ki, kaş ki bu film tam metrajlı olardı. Kinoteatrlardan da deyirlər ki, film tam metrajlı olsaydı müəyyən bir uğuru qazana bilərdi yerli publika üçün. Sadəcə təəssüflər olsun ki, ilk işim olduğundan
və bazarda belə deyək tanınmadığımdan filmə heç kəs yaxın durmurdu. Ona görə filmi öz belə deyim gücümüzlə çəkdik. Bildiyim qədərilə çox uzun müddət çəkə bilmirdiniz, yekunlaşdıra bilmirdiniz. Biraz bizə o çətinliklərdən də danışasınız ki, yəni mən əminəm ki, bir çox insanlar bu çətinliklə üzləşir, amma çıxış yolu tapa bilmirlər. İstənilən yaradıcı insan çətinliklə üzləşir. Yaradıcılıq əgər çətinliklə üzləşmirsə, niyə görə? Çünki yaradıcılıq subyektivdir. Yəni mənim yaradıcılıq kimi qəbul elədiyim nəsə başqası üçün olmaya bilər. Ona görə onun maliyyələşmə tərəfi gələndə kimsə ona inanmır, kimsə deyir ki, məsələn o deyil, kimsə deyir ki, mən başqa bir şeyə maliyyə yatıra bilərəm. Yaradıcılıq həmişə nəticədir. Nəticəyə baxıb deyirlər ki, hə, bu gözəl işdir. Məsələn, mənə müraciət eləsəydin, mən sənə belə kömək eləyərdim, belə eləyərdim, amma biz dostum və filmin montajyoru Əskər Rəhimovla, yəni biz çox işlərimizi bir yerdə görürük. Uzun müddət belə deyim, çalışdıq bunun maliyyələşməsi üçün bir dəstək alaq və hal-hazırda deyirsiniz çətinlik, amma mən ona çətinlik kimi baxmıram, bir təcrübə kimi baxıram, ona görə çətinlik deməzdim. Və bu proses boyunca bir neçə yerə müraciət etdikdən sonra axırda belə loru dildə desək bezib özümüz maliyyələşdirdik bu filmi Əskərlə. Hətta yəni bankdan da kredit götürəsi olduq. Filmi istədiyimiz keyfiyyətdə eləmək üçün. Yəni qısa metrajlı filmləri adətən necə kimsə telefona çəkir. Yəni heç kəsin işinə bir şərh bildirmirəm, o mənada demirəm. Biz sadəcə olaraq istədik ki, tam daha keyfiyyətli, maksimum keyfiyyətli olsun. Yəni kino kamerası, professional operator, professional işıqlar, aktyorlar, təbii ki, prodüserlər, filmdə belə deyim, ölkədə ən tanınmış 5 prodüser varsa, 3-ü bizim filmimizdədir. Biri Fariz Əhmədovdur, Emil Nəcəfovdur və Orxan Dadaşovdur. Yəni onlar üçü də bu filmdə canla başla özləri belə deyim iştirak eləyiblər bu filmin yaradılmasında. Filmdə 4 lokasiya var. Əsas 4-ü də belə deyim şəhərdə ən çəkiliş üçün çətin ərsəyə gələn lokasiyalardır. Biri İçəri şəhərdir, biri bulvardır, biri Bayraq meydanıdır. Onların da dəstəyi oldu təbii ki. Hər şey pula bağlanmır. Yəni biz əgər danışırıqsa kimsə kömək əli uzatmadı, təbii ki, kömək əli uzadanlardan da danışmalıyıq. Və bu insanlar, həmçinin Vaqif Mustafayev da bizə bu məsələdə çox böyük dəstək oldu Əskərlə. Mehdi bəy, mənə çox maraqlıdır. Nəyə görə məhz o aktyorlar seçilib? Bizdə əslində filmin kastinqi üçün demək olar ki, ölkədə nə qədər aktyor var, hamısı ilə görüşmüşdük. Hamısı ayrı-ayrılıqda çox gözəl aktyorlardır. İndi də baxıram onların işlərinə, çox gözəl sənətlərinin bacaran adamlardır. Sadəcə olaraq cütlük olduğuna görə olur ki, o enerji tutuşmur. Baxırsan ki, hər biri təklikdə öz rolunu çox yaxşı ifa edir, amma birlikdə mən üçün personaj olaraq bu filmdə 2 fərqli personaj yoxdur. Bunlar mən üçün bir personajdır. Yəni onlar eyni dildə danışırlar, eyni mesajı ötürürlər deyə ona görə ayırmıram. Və onları bir görmək üçün o 2 aktyoru tapıb o sinerjini əldə etmək biraz çətin idi. Türkiyə ilə könüldə bu daha yaxşı alındı, sırf onların belə deyim bir-birlərini anlamağı. Bəlkə də ondan irəli gəlir ki, onlar insan kimi də bir-birlərini çoxdan tanıyırlar. Səhv eləmirəmsə elə universitetdə də aşağı-yuxarı eyni illərdə oxuyublar. Ona görə çox yaxşı başa düşürlər bir-birlərinin oyunlarını da belə deyim bir-birlərinin yanaşmağında. O yüzdən yəni ona görə yox ki, başqaları pis idi. Ümumiyyətlə belə bir şey yoxdur. Pis aktyor yoxdur, pis rejissor yoxdur, pis film yoxdur. Sadəcə olaraq istək var, müəyyən istək var və kimsə o istəyə ulaşa bilir, kimsə ulaşa bilmir, yəni o baxımdan. Filmin mesajından gəlin danışaq. Danışaq. Əsas məqsəd nə idi? Nəyi çatdırmaq istəyirdiniz? Əsas məqsəd insanların həyatda öz adamına rast gəlməyi. Vaxtında. Məncə əslində onun bir vaxtı yoxdur. Məsələn, biz indi belə deyim də qloballaşma gedir dünyada. Hamımız internetdəyik və tez-tez qarşımıza gəlir ki,
Avropada yaxud Asiyada da olur. 60-70 yaşında insanlar da bir-birlərinə rast gəlib ailə həyatı qurulur. Məncə onun bir vaxtı yoxdur. Təbii ki, vaxtında olmağı yaxşı idi, amma Amma səhv insana rast gələndə də o müxtəlif o problemləri yaşayandan sonra artıq insanın enerjisi, həyat eşqi də tükənir. O baxımdan düşünürəm ki, vaxtında rast gəlmək daha yaxşı. Hər bir insanın həyatında düşünürəm ki, bir dəfə də olsa o düzgün adam rast gəlir filmin mesajına gəldikdə. Sadəcə həmin an ya biz ona fikir vermirik, ya hansısa bir toksik münasibətlərdən ayrılırıq, fikirləşirik, bu da elə bir şey olacaq və onu ignor edirik. Amma əslində düzgün münasibətlər biraz psixoloji veriliş oldu bu. Biraz düzgün münasibətlər və o düzgün adamı tapmaq üçün həmişə psixoloji gərək sən sıfırdan başlamaq vəziyyətində olasan. O zaman sən ancaq o insanı dəyərləndirə bilərsən, başqa cür, heç cür. Yəni, əgər sənin həyatında indi tünd bir periyoddursa və sənin qarşına bir insan çıxırsa və bu o insandırsa, sən öz başqa problemlərə görə o adamı ignor edə bilərsən, sonra ömrünün axırına qədər tapmaya da bilərsən o adamı əslində. Ona görə onu hiss eləyəndə insan gərək psixoloji olaraq həyatında yeni səhifə açmağa hazır olsun. Gəlin razılaşaq ki, senarist olsun, rejissor olsun. Həyatında nəyisə yaşayıb və ya kənardan nəyisə müşahidə edib, görüb onu icra edəndə, məsələn yazanda və ya gördüyünü çəkəndə sanki daha yaxşı alınır. Sizdə necə? Deyim sizə, bütün rejissor kitablarında, qlobal rejissor kitablarında, bütün rejissor kurslarında, universitetlərində iki cür rejissorlar hazırlayırlar. İkisi də okeydir, yəni ikisi də rejissorlar tərəfindən qəbul edilən tiplərdir. Biri nədir? Görüb yaşadıqlarını danışan, digəri uydurma, yəni araşdırıb, tapıb, belə deyim, onu danışan. Mən ikinci tiplərə aidəm və ona daha yaxın, belə deyim, rejissorluq tipini seçirəm. Çünki mənə görə görüb yaşadığımı danışmaq biraz daha asan gəlir. O da düzgündür. Onu eləyən rejissorlar pis rejissorlar deyil. Amma nəyisə uydurub, nəyi hansısa mövzunu araşdırıb, tapıb və onu düzgün göstərəndə o artıq olur daha məncə professional rejissorluq. Yəni mütləq deyil ki, sən onu həyatında yaşasan. Təbii ki, mənim də həyatımda hadisələr olub, nədənsə, hardansa, nəsə beynimdə qalıb. Ola bilər ki, özümdən xəbərsiz şüuraltı onu filmə ötürmüşəm, amma bu bilərəkdən olmayıb. Yəni kiməsə həsr olunmayıb bu film. Anladım. Mehdi bəy, Qız Qalası qısa metrajlı filmdir. Tam metrajlı film gözləyək sizdən? Əlbəttə. Ümumiyyətlə, belə deyim, Azərbaycandakı kinoya görə fikirləşirlər ki, qısa metrajlı biraz qeyri-professionaldır, hələm təzələr üçündür, qeyri-professional deməzdim, təzələr üçündür. Tam metrajlı film, bu artıq, belə deyim, professional rejissor tam metrajlı çəkər. Necə ki, bəzi operatorlar çalışırlar, rejissor olsunlar ki, rejissorluq daha üstün məsələsi deyil, əslində fərqli şeylərdir. Amma onu da qeyd edə bilərəm ki, qısa metrajlı filmi çəkmək əslində tam metrajlı filmi çəkməkdən qat-qat çətindir. Çünki sənin orada balaca vaxtın olur ki və o ideyanı çatdırasan. Avropada, Amerikada qısa metrajlı filmləri olmayan rejissorları bəzən qəbul eləmirlər. Yəni, çünki əgər sən ideyanı 5 dəqiqə, 10 dəqiqə ərzində çatdıra bilməyəcəksənsə, 1 saat yarıma da sən o ideyanı çatdıracaqsan, qalan hamısı su olacaq. Ona görə o ideyanın çatdırılma, o bölüşdürülməsi, onu öyrədirlər adətən xaricdə. Ssenaristlərə təəssüflər olsun ki, bizdə elə də güclü deyil o məktəb. Hansı layihələr üzərində çalışırsınız? Hal-hazırda bir dokumental filmimiz var Əskərlə, onun üzərində çalışırıq. Hələ ki, tam ideya formasında da ona görə tam detallı deyə bilmirəm, amma son anda biz ümumiyyətlə Əskərlə bir yerdə işləyəndə bir ideyadan başlayırıq, sonra o ideyanın üzərində o qədər işləyirik ki, nəticədə tamam başqa bir şey çıxır. Amma tandem yaxşı alınır, tutur. Yeganə tandem tutan adamlardan biri də Əskər. Kimdən ki, tandemimiz tutur. Və indi hal-hazırda o filmin üzərində çalışırıq və artıq o dokumental yox, daha çox bədii dokumental kimi bir formasını alır. Ümid edirəm ki, çox maraqlı olacaq. Ümid eləmirəm, söz verirəm ki, çox maraqlı olacaq.
İnşallah ki təbii ki sizinlə də bölüşərik bu barədə. İnşallah. Mehdi bəy, rejissorluqdan və ssenaristlikdən əlavə bilirəm ki, yenə nə eləsə məşğulsunuz. Bilmirəm bu ilə bağlı sevinc hissi ilə mi danışım, yoxsa necə, niyə görə? Çünki əslində yaradıcı insan həmişə istəyir ki, sırf yaradıcılıqla məşğul olsun. Təəssüflər olsun ki, bəzi məqamlarda bizdə kino işçilərinə istədiyi həyat tərzini yaşamaq, onun qarşılığını almaq imkanı vermir və kino işçiləri, elə öz misalımda deyim, gedib kredit götürüb film çəkirlər bəzi hallarda. Reklam çarxları da. Reklam çarxları ilə məşğul oluram, bəli. Layihə rəhbəri kimi, layihə rəhbəri də demək olmaz, bədii rəhbər deyək. Çalışmışıq biz, o vaxtı Kamran Ağabalayevin bir filmi var idi, Ağacdələn. Və sonradan o film montaj prosesində heç bədii rəhbər də biraz düzgün olmaz onu deməyə. Sadəcə Kamran bizim dostumuzu Qız Qalasında da çəkilib. Müəyyən fikirlərlə bölüşdük filmi daha, belə deyim, baxımlı eləmək üçün Kamran həmişə, belə deyim də, çalışır ki, çoxlu fikirlər alsın, öz işini daha da mükəmməl eləmək üçün. Biz də ona dəstək olduq. Ümid edirəm ki, bir xeyri oldu. Mehdi bəy, müasir Azərbaycan kinosunu necə təsvir edirsiniz? Bax, nə çatmır, nəyi görmək istərdiniz? İstəmirəm kinokritik kimi danışım. Müasir Azərbaycan kinosunda, zaten bu Rusiyada da var. Oranın da bazarı ilə tanışam. Çünki o vaxt orada oxumuşdum. Azərbaycan kinosu çatışmır. Yəni, nədir bu Azərbaycan kinosu ki? Məsələn, fransız filmlərinə baxanda dərhal bilirsən ki, fransız filmidir. Onlar Hollywood olmağa çalışmır. Məsələn, İtaliya kinosu Hollywood olmağa çalışmır. Hollywood İtaliya kinosu olmağa çalışmır. Sən baxan kimi bilirsən. Amma bizdə nədənsə mən baxıram bizim son çəkilən filmlərə, pis deyə yaxşıdır deməyəcəm. Təbii ki, bu mənim şərh edəcəyim bir şey deyil, amma öz fikrimi deyim. Biz niyəsə görə çalışırıq fransız, Avropa art house-una yaxın, yaxud İran art house-una yaxın nələrsə eləyək və əslində bu biraz gülməli də çıxır ardasa. Çünki sən baxırsan Azərbaycan filmidir, amma orada olan personajlar Azərbaycanlı deyil elə bil. Mövzular elə bir mövzulardır ki, yəni bizim belə deyim də, içimizdəkini o çıxarmır özə. Mən hansı burada milli mentalitetdən, yaxud milli dəyərlərdən gedmir söhbət. Yəni, sırf Azərbaycan filmləri. 60-cı, 70-ci illərin Azərbaycan filmlərinə baxsaq, əgər baxmayaraq ki, o filmlərin çoxsu gedirdi Rusiyada, keçirdi hər şeydə. Orada Azərbaycanlılıq var idi. Baxan kimi bilirdin ki, Azərbaycan filmidir. Eyni cürdə Rusiyanın Sovet dövründə olan filmləri. İndiki Rusiyanın filmlərinə baxanda görürsən ki, yox, bu Hollywooda oxşadırlar hardasa özlərini. Məsələn, türklər indi qayıdırlar. Daha çox baxan kimi türklərdə melodram, yəni tam metrajlı filmlərdən gedir söhbət. Melodramlar sırf türk üslubunda çəkilir. Baxan kimi bilirsən ki, türk filmidir və Netflixdə belə deyim, ən çox izlənilən filmlərdən, filmlər siyahısındadır. Deməli, problem bizim üslubumuzdadır mı? Problem bizim deyəndə təbii ki, hamını nəzərdə tutmuram. Bizdə çox yaxşı müəlliflər var. Ümumilikdə deyək də. Üslubumuz yox, kiməsə bənzəmək istəyimizdən yəqin gəlir ki, biz istəyirik ki, məsələn, İran rejissoru hardasa Cannes festivalında qalib gəlib, mən də o tipdə nəsə çəksəm, mən də qalib gələrəm fikrim. Mənə elə gəlir, bilmirəm. Amma baxanda o ayırd olunur, yəni o fərq görsənir ortada. Yəni bu bir çox hallarda belədir. Yenə də qeyd edeyim, yəni bizim orijinal müəlliflərimiz çoxdur. Gəlin razılaşaq ki, biraz təhsildə də nöqsanlar var. Bir çox elə kitabları götürsək, təhsillə bağlı, müxtəlif dillərdən
tərcümə indi tərcümə olunur və təqdim olunur ki, yəni tələbələr öyrənsinlər. Nə vaxt eşidirdim? Həmişə ya rus, ya ingilis dilində oxuyub öyrənirdilər. Demək ki, təhsildən də hardasa Nöqsanları deyirsə, əgər o əslində tələbatdan yaranır. Əgər incəsənətin rejissorluq fakültəsinə daxil olan adam nəticədə rejissor yox, sırf incəsənətin diplomunu alıb müğənni olmaq istəyirsə, təbii ki, belə də olacaq. Yəni düzgün başa düşün, yəni mənim müğənnilərlə bir problem yoxdur, sadəcə olaraq müğənni olmaq istəyən üçün konservatoriya var. Belə də, amma rejissor olmaq istəyən üçün İncəsənət Universiteti var. Təəssüflər olsun ki, İncəsənət Universitetini bitirən rejissorlar, aktyorların aralarında istedadlı adamlar olmağına baxmayaraq çoxsu bu sahə ilə məşğul olmurlar. Və təbii ki, tələbat da yaranmır. Məsələn, indiki kitab mağazalarına baxanda yetəri qədər material var. Hə, düzdür, rus dilində, türk dilində, ingilis dilində, amma o materiallar qalıb oxumaq istəyən adam istənilən dildə oxuyur. Və əgər o kitablar alınırsa, təbii ki, bu da müəyyən qurumlar tərəfindən görüləcək və o kitablar Azərbaycan dilinə də tərcümə olunacaq və çox olacaq. Tələbat yəqin yoxdur deyə bunlar da, bu kitablarda yoxdur. Rejissorun üslubu necə formalaşır? Üslub deyərkən sırf janrdan mı danışırıq, yoxsa? Bir rejissor bir filmi çəkmək istəyir. Sonra növbəti filmə keçid alır. O üslub, o sütunmu deyim, o düsturmu deyim, o tam bütün filmlərində onu hiss etmək söhbətindən gedir. Necə formalaşır? Məncə uğurlu rejissorların hansısa bir dediyimiz sütun adlandırsaq onu, elə bir sütunu yoxdur. Amma Tarantino'ya baxanda verirsən ki, bunu Tarantino çəkir. Tarantinonun belə deyim, danışmaq istədiyi hekayədən asılıdır. O öz hekayələrini səhv eləmirəmsə özü yazır və onun danışıq tərzi belədir. Əgər siz texniki tərəfdən deyirsinizsə, hə, istənilən rejissor Tarantino daxil ona rahat olan insanlarla işləyir daha çox. Amma rejissorun üslubu onun danışmaq istədiyi hekayədən asılıdır. Məsələn, Guy Ritchie ömür boyu səhv eləmirəmsə kriminal filmlər çəkib 2019-cu ildə Aladdin çəkdi. Tamamilə başqa bir şey, heç bil o deyil. Və orada üslubu da dəyişdi, yəni danışıq tərzi də dəyişdi. Danışıq tərzi deyəndə mən filmi nəzərdə tuturam. Yəni ona görə o çox vaxt rejissorların danışmaq istədiyindən irəli gəlir. Nəinki hansı çox az, belə deyim, professional rejissor olar ki, hansı ki, deyər ki, yox, bu mənim üslubum deyil, ona görə çəkmirəm, amma hekayəni danışmağı istəyə-istəyə. Əgər rejissor istəyirsə onu danışmağı, o danışacaq və ona uyğun bir üslub seçəcək özünə. Siz həm ssenarist, həm rejissorsunuz. Bax, çəkiliş meydançasında sizin üçün əsas nədir? Hər şey. Yəni, çəkiliş meydançasında əsas olmayan heç nə olmur əslində. Yəni, bu bir sistemdir və bu sistem bir-biri ilə bağlı vəziyyətdə, bir-biri ilə xəbərli olaraq işləməlidir. Yəni, mənim də işim birbaşa operatorun işi ilə bağlıdır, montajörün işi ilə bağlıdır, rəssam, geyim rəssamı, aktyorlar. Bunlar hamısı bir sistemdir, bir orqanizmdir. Bəlkə də sizin əvvəlki sualınıza qayıtsaq ki, bəlkə də bəzi rejissorlarımız bizim əsas nəyisə götürüb digər şeylərə fikir vermirlər deyə bəzi filmlərimiz uğurlu alınır. Uğursuz alınır, üzr istəyirəm. Amma ona bir orqanizm kimi baxılsa, təbii ki, məncə uğurlu filmlərimizin sayı daha çox olur. Var elə rejissorlar ki, çəkiliş meydançasında improvizasiyaya yol açırlar. Yəni, aktyorları rahat buraxırlar. Amma var elə rejissorlar ki, yox, sən sırf ssenaridən kənara çıxmamalısan. Orada olanla bəli. Əslində, belə deyim də, yenə də bu sözü təkrar edəcəm, rejissorun danışmaq istədiyindən asılıdır. Əgər sən hekayəni danışırsansa və bilirsən ki, aktyor burada bunu deməlidir və eləməlidir, vacib, bu çox vacib bir, belə deyim, informasiya olacaq tamaşaçı üçün, o zaman sən aktyordan onu sırf ssenariyə uyğun tələb edirsən. Yox, əgər, belə deyim, aktyor burada improvizasiya eləyə bilər və bu ümumi hekayəyə təsir eləməyəcəksə, onda aktyorun təbii ki, aktyor eləməlidir improvizasiya. Yaxşı aktyor improvizasiya eləməlidir. Əgər aktyor improvizasiya eləyirsə, deməli o obrazı üzərində düşünür. Sadəcə olaraq olur ki, improvizasiyalar hansı ki, aktyor bir sözün yerinə başqa söz deyir və bu hekayəni tamam başqa yerə aparır və çəkiliş vaxtı bu qəbul edilməzdir. Çünki ssenari var. Yəni yerində ssenarini yazmırsan.
Ona görə o yaxşı bir şeydir. Mən tərəfdarıyam onun. Az öncə yeni layihə dediniz, sənədli film üzərində Bəli. çalışırsınız. Bəs Qız Qalasından sonra o tipdə nəsə bir şey cızmaqara edirsinizmi? Sizdən nə gözləyək? Əvvəldə dediyim qədər bu Qız Qalası ilk və çox güman ki son melodramdır mənim tərəfdən yazılan. Sadəcə olaraq o janra biraz meyilli deyiləm. Bilmək olmaz. Hə, Qayriçi söhbəti. amma bilmək olmaz. Bilmək olmaz. Elə bir vəziyyət ola bilər ki, məsələn mən hiss eləyə bilərəm ki, bu sözü desəm, bu əhvalatı danışsam, cəmiyyətə, müəyyən insanlara xeyirli bir şey ola bilər, onda qayıda bilərəm. Amma planımda yazdıqlarımın arasında hal-hazırda elə bir şey yoxdur. Rejissor Mehdi Ağayev bizim gənc, məsələn, tələbələrimizə, rejissor olmaq istəyən dinləyicilərimizə nə məsləhət görərdi? Bankdan kredit götürüb film çəksin. Zarafat edirəm. İstədiklərini heç kəsi dinləmədən əsas məsələ təbii ki, söhbət önəmli fikirlərdən getmir. Yəni hər şeyə komment bildirənlərdən gedir. Heç kəsi dinləmədən öz arzularına doğru getsinlər. O zaman hər şey alınacaq. Mən dinləyicilərimizi də dəvət edirəm. Əslində YouTube-da var. Baxa bilərsiniz Qız Qalası filminə. Mən sizə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Təşəkkür edirəm ki, gəldiniz, vaxt ayırdınız və sizdən yeni maraqlı işlər gözləyirik. Çox sağ olun. Təşəkkür. Cinema Radio, Cinema Radio, Cinema Radio.